Salam dostlar, hər birinizi xoş gördük. Bizim Toyuqlar kanalında yeni, maraqlı bir video ilə yenidən qarşınızdayım dostlar. Bu dəfə sizlərlə paylaşacağım video artıq başlıqdan da sizə məlumdur. Bəlkə çoxunuz bu videonu istəyirdiniz. Serebris və Xarkov toyuq cinslərini qarşı-qarşıya gətirəcəm. Onları müqayisə edəcəm. Hansı daha məhsuldardır, hansını daha çox saxlanmaq sərf edir. Bu videoda bunlara aydınlıq gətirəcəm. Ona görə də videonun sona qədər mütləq izləyin. Çox maraqlı məlumatlar verəcəm sizlərə. Ümid edirəm ki, bu video ürəyinizcə olacaq dostlar. İndi isə dostlar, keçən videomuzun mövzusunu çox uzatmadan, amma videomuzun mövzusuna keçməmişdən öncə kanalımıza abunə olun və bu videonu bəyənin ki, YouTube'da daha çox insanın qarşısına çıxaq. Bir də burada belə bir gözəlliyi var, onu da göstərim sizə. Gəlib bu çişli dırnaqlarıyla qonub qolumun üzərinə, əl çəkmir məndən, hal-hazırda vəziyyət belədir. Video çəkməyə də imkan vermir. Deməli dostlar, kanalımıza abunə olub videonu bəyəndinizsə artıq videomuza başlaya bilərik. Bir də rəy yazsanız əla olar. Deməli, Serebris və Xarkov toyuq cinslərinin müqayisəsini edəcəm bu videoda, sizlərlə paylaşacağım. Ona görə də bu videonu sona qədər izləyin. Çünki bəzi insanlar Serebris saxlayırlar, bəziləri də Xarkov cinsi toyuqlar saxlamağı daha çox üstünlük verirlər. Gördüyünüz kimi mən öz təsərrüfatımda Serebrisləri daha çox saxlayıram, amma Xarkov cinsi toyuqları da saxlamaq istəyirəm. Yəni bu cinslər də çox yaxşı cinslərdir. Ona görə də belə bir müqayisə etmək istədim sizlərlə. Ümid edirəm ki, bayaq dediyim kimi təsərrüfatınızda və yaxud da ki, əgər bu toyuqlardan birini seçmək istəsəniz, yəqin ki, sizə bir işıq yol tutar, bir fikir olar bu video. Ona görə də belə bir video çəkmək istədim. Deməli, yumurta məhsuldarlıqlarına görə demək olar ki, bu iki cins arasında elə böyük bir fərq yoxdur. Serebrislər il ərzində 200-220 yumurta qoyurlar. Xarkov cinsi toyuqlar isə 200-230. Cəmi burada belə deyim, 10 ədəd, biraz belə deyim, üstünlük Xarkov cinsi toyuqlardadır. Amma demək olar ki, elə də böyük bir fərq yoxdur. Yəni yumurta məhsuldarlıqları demək olar ki, hardasa eynidir. Kəskin üstünlüyü deyiləcək bir şey yoxdur aralarında yumurta məhsuldarlıqlarına görə. Yumurtanın çəkisinə isə gəldikdə 55-60 qram serebrislərdədir bir yumurtanın çəkisi. Xarkovlarda isə 58-62 qramdır. Bu məlumatları dostlar internetdən götürmüşəm, internetdən araşdırıb sizlər üçün siyahı almışam. Əlbəttə ki, Xarkov və yaxud da serebris toyuqlarına necə yaxşı qulluq olunmağından asılıdır. Yaxşı əgər qulluq olunsa yumurta məhsuldarlıqları da, ətli məhsuldarlıqları da belə deyim, verimlilikləri də daha yüksək olacaq. Bunlar sadəcə olaraq hardasa orta bir ədədlərdir, çıxarılmış bir ədədlərdir. Bu yumurtanın çəkisinə görə biraz Xarkov cinsi toyuqlar biraz daha üstündürlər. Bu müqayisədə cəmi 2 qram belə böyük fərq yenə yoxdur dostlar. Yumurtlama yaşına gəldikdə isə 5-6 aylığından serebrislər yumurta verməyə başlayırlar. 6 aylarından isə Xarkovlar yumurta verməyə başlayırlar dostlar. Ət məhsuldarlıqlarına gəlincə dişi toyuqların çəkisi 2,5-3 kilo. Xarkovlarda isə 2,3-2,8 kiloqram olur dişi toyuqların çəkisi. Xoruzlarda isə bu serebrislər uyğun olaraq 3,5-4 kilo arası dəyişir. Hardasa maksimumları 4 kilodur xoruzların. Xarkovlarda isə bu çəki 3,2-3,8. Yəni hər dəfə videolarımızda səsləndirirəm ki, bu cinslər, hal-hazırda gördüyünüz bu serebris cinsləri həm yumurtalıq, həm ətlidir. Yəni ətli kimi həqiqətən də üstlərinə yoxdur. Yarım kilo 500 qrama yaxın Xarkov cinslərini bu cins üstələyir təqribi. Yumurta məhsullarında isə hardasa biraz cüzi say Xarkov cinslərindən aşağı qaldı. Kürt düşmə məsələsinə gələndə isə serebrislər bildiyiniz kimi biraz gec kürt düşürlər və yaxud da nadir hallarda kürt düşürlər. Amma Xarkovlar isə yaxşı kürt düşmə qabiliyyətinə malikdirlər, tez-tez kürt düşürlər. Burada açıq ara həqiqətən də Xarkovlar qalib gəlir bir müqayisədə, yəni üstündülər serebrislərə baxanda. Əsas məsələlərdən biri soyuğa dözümlülükdür dostlar. Bu serebrislər də yaxşıdır, yəni həqiqətən də soyuğa dözümlü heyvandılar. Amma Xarkovlar çox yaxşı yazıb
Yəni mən yazmışam, burada qeyd etmişəm. Sizlər isə bu müqayisə videosunda öz fikirlərinizi rəy bölməsində qeyd edin. Həqiqətən də bu fikirlər doğrudumu, yoxsa fərqli sizlərin də qata biləcəyi bir fikirlər var. Qulluq məsələsinə gəldikdə isə serebrislərin baxım çətinliyi, yəni qulluq məsələsi orta kimi qiymətləndirmişəm. Amma Xarkovlarda bu çox asandır. Yəni o qədər daha çox qulluq tələb etmirlər. Yəni bir o qədər müəyyən qədər dözümlü heyvanlardır serebrislərə baxanda. Xarakterlərinə gəldikdə isə serebrislər sakit və mehribandırlar. Çox həqiqətən də cana yaxın heyvanlardır. İnsanlardan hürkmürlər. Burada görmüş olduğunuz kimi baxın. Çox yaxınımdadılar. Ətrafımdadılar. Həqiqətən də insanlardan çox da hürkən heyvan cinsi deyil. Amma Xarkovlar isə biraz canlıdırlar, daha enerjikdirlər, daha hiperaktiv belə deyim, hiperaktivdirlər. Amma serebrislər isə bir qədər sakit heyvanlardır. Rəng məsələsinə gəldikdə isə serebrisləri görürsünüz, rəngləri gümüşü, ağ tükləri var, lələkləri var. Parlaq görünüşə malikdirlər. Amma Xarkovlarda qara, qəhvəyi tükləri var. Klassik formada bir heyvanlardılar, toyuqlardılar. Yəni Xarkovlarda bilirsiniz. Rəng seçiminə gəldikdə isə artıq bu, yəni sizin öz seçiminizdir. Hansı toyuğun rəngi sizin xoşunuza gəlirsə, əlbəttə ki, bu müqayisədə həmin toyuq sizin üçün daha idealdır. Əsas üstünlükləri isə yaxşı ət verir serebrislər, həm də yumurtalıq cinsdir. Xarkovlar üçün isə soyuğa davamlı və il boyu yumurta verən cins kimi qeyd etmişəm. Sizlər bu fikirlərə razısınızmı? Rəy bölməsində qeyd etsəniz, əla olar, fikirlərinizi qeyd edin. Sizlərin də fikirləri mənim üçün həqiqətən də çox önəmlidir. Yekunda belə bir nəticəyə gələ bilərik ki, serebris cinsi həm ət, həm də yumurta üçün universal seçimdir. Üstəlik görünüşü də çox cəlbedicidir, çox əla görünüşlər var həqiqətən də. Xarkovlar isə daha çox yumurtaya fokuslanan, soyuğa çox dözümlü və təcrübəsizlər üçün uyğun ola bilən bir cinsdir. Yəni, əgər yeni başlayırsınızsa toyuq saxlamağa, Xarkov cinsi ilə başlaya bilərsiniz. Çox qulluq tələb etmirlər və il boyu da yumurta verirlər demək olar ki, həm də soyuğa davamlıdırlar. Yəni immun sistemləri serebrislərə baxanda bir qədər güclüdür. Yəni indi bu müqayisədə mən cüzi Xarkov cinsini biraz üstün görmüş oluram. Sizlər də mənim fikrimlə razı olsanız, rəy bölməsində öz yenə dediyim kimi fikirlərinizi yaza bilərsiniz. Mən bir neçə ildir serebris cinsi toyuqlar saxlayıram. Həqiqətən də yumurta məhsuldarlığı, istər ətli məhsuldarlığı olsun, həqiqətən də çox yaxşıdır. Yəni dediyim kimi serebrislər əgər ətli və yumurtalı saxlamaq istəyirsinizsə, bir daşla 2 quş vurmuş olacaqsınız. Yox, sırf yumurtalı saxlamaq istəsəniz, Xarkov cinsi də məncə sizə kömək olacaq bu yolda. Bu video xoşunuza gəldimi? Əgər xoşunuza gəldisə, bəyənməyi, yəni like etməyi unutmayın və kanalımıza xahiş edirəm ki, abunə olun. Fikirlərinizi də rəy bölməsində, şərh bölməsində yazın ki, bizlər də görək sizin fikirləriniz nədir və yaxud da ki, gələcək videoları hansı şəkildə görmək istəyirsiniz, mövzuları, hansı mövzular olsun. Rəy bölməsində, yenə deyirəm, şərh bölməsində yaza bilərsiniz. Hər birinizə indidən dərin təşəkkürümü bildirirəm. Yeni videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah'a emanet olun. Görüşənədək. Hələlik.